Herkese selam dostlar. Bugün sizlerle birlikte Tom Sawyer'ın maceralarının mətnini oxuyacağım. İndi gəlin birlikte mətnini oxumaya başlayaq. Məsələ vuruşmadan başlayır. Tom, cavab gəlmir. Tom, cavab eşidilmir. Çox qəribədir. Görəsən bu uşaq harada itib batıb? Tom, cavab yoxdur. Polly xala eynəyini burnunun ucuna indirdi. Otağı gözdən keçirdi. Sonra eynəyi alnına qaldırdı. Yenidən yan yörəsinə baxdı. O bir şey axtaranda eynəkdən baxmazdı. Əslində bu eynək onun bəzəyi və fəxri idi. Onu yaraşıq üçün almışdı. Gözünə taxanda heç nə görə bilmirdi. O yavaşcadan dedi: "Bir dayan, əlbət əlimə keçərsən." Tomu heç yerdə tapmayan Polly xala eyvana çıxıb qışqırdı: "Tom, hardasan?" Onun arxa tərəfindən yüngül bir xışıltı eşidildi. Dönüb baxanda əkilmək istəyən uşağı gördü. Cəld olun, şalvarının aşırmasından yapışdı. Belədir ki, var. Anbara baxmaq heç ağlıma gəlməyib. De görüm, sən orada nə ellərdin? Heç bir şey, heç bir şey. Bir ellərini ağzına baxsana. Bu nədir belə? Bilmirəm xala, amma mən bilirəm. Bu mürəbbədir, bildinmi? Mürəbbədir. 100 dəfə sənə demişəm ki, mürəbbəyə əl vurma. O çubuğu ver. Mənə çubuq yuxarı qalxdı. Xala bir ora baxın. O arxanızdakı nədir? Xala özünü təhlükədən qorumaq üçün tumanının balağını yığışdırıb geriyə döndü. Uşaq isə bir anda hasarı aşıb gözdən itdi. Polly xala əvvəlcə özünü itirdi, sonra güldü. "Di bacar, gördüm onunla necə bacarırsan? Mən də ki, heç ağıllanmıram da. Hər dəfə məni aldadır, aradan çıxır. Tifil rəhmətlik bacımın balasıdır. Ona əl qaldırmağa ürəyim gəlmir. Tənbəllik eləyir. Ona əl qaldırmağa ürəyim gəlmir. Tənbəllik eləyir, məktəbə getmir. Gərək sabah onu yaxşıca cəzalandıram. Bir iş tapşıram ki, evdən bayıra çıxa bilməsin. Gərək tənbəl olunsun. Yoxsa uşaqlı bədbəxt eləyərəm." Tom məktəbə getmədi. Öz vaxtını çox gözəl keçirdi. Axşam yeməyinin vaxtı çatanda evə qayıtdı. Jim həyətdə oldu. Odun mişəllayırdı. Bu zəncir uşaq Polly xalanın qulluqçusu idi. Əslində Tom quya ona kömək eləmirdi. Amma o elə vaxt qayıtdı ki, Jim artıq işini qurtarırdı. Tomun kiçik ögey qardaşı Sid də ona tapşırılan işin hamısını görüb qurtarmışdı. O sözə baxan uşaq idi və dəcəlliklə işi yox idi. Tom axşam yeməyini yeyirdi. Fürsət düşdükcə qabdan qənd çırpışdırırdı. Polly xala da ona cürbəcür ağıllı və hiyləgər suallar yağdırırdı. Fikirləşirdi ki, bəlkə Tom çaşıb ağzından bir söz qaçırıb. O Tomdan soruşdu: "Tom, bugün məktəbdə sənə çox isti deyildi ki?" "Bəli xala, bəs nə əcəb çimmək həvəsinə düşmürsən, Tom?" Tomun ürəyi qopdu. Düşündü ki, Polly xala bir şey bilir. Amma anladı ki, xalanın heç nədən xəbəri yoxdur. Ona görə də dedi: "Nədənsə ürəyim istəmədi xala." Polly xala Tomun köynəyini yoxlayıb dedi: "Hə, Tom, heç tərləməmsən." Əslində o Tomun köynəyinin quru olub olmadığını bilmək istəyirdi. Ancaq Tom küləyin hansı tərəfdən əsdiyini o saatca başa düşüb tez xalasını qabaqladı. "Yox, biz orada quyu suyu ilə başımızı islatmışdıq.
Başım indi də yaşdır. Bir baxın. Tom başını ıslatmaq üçün köynəyi çıxarmağa lazım gəlmir. Elə deyilmi? Köynəyin yaxalığını göstər görüm. Tom köynəyin göstərdi. Köynəyin yaxalığı möhkəm tikilmişdi. Polly xalanın ürəyi yerinə gəldi. Düzü mən elə bilirdim ki, sən dərsdən qaçıb çinməyə getmisən. Görünür, mən yanılmışam. Sən o qədər də pis uşaq deyilsən. Amma Sid məsələyə qarşıdır. Mənə elə gəlir ki, siz onun yaxalığını ağ sapla tikmişdiniz. Bu tikişin sapı qaradır. Əlbəttə, mən ağ sapla tikmişdim. Tom söhbətin axırını gözləmədi. Özünü qapının bayıra salıb qışqırdı. Tom evlərinə çox gec qayıtdı. Yox, bu deyil. Bu neçə vərəqdir? Hə. Yaxşı, Sid, gör sənin başına nə oynatıram. Tom xəlvət bir yerə çəkilib gödəkçəsinin yaxasını qaldırdı. Astar tərəfə iki yorğun saplı iynə sancılmışdı. İynələrin birinin sapı ağ, o birinin isə qara idi. Sid olmasaydı Polly xala heç bir şey başa düşməyəcəkdir. Lənəti gəlmiş. Xalam da gah ağ sapla tikir, gah da qara. Heç olmasa həmişə bir cür sapla tiksəydi. Adam da çaşbaş düşməzdi. Hər dəfə sapı necə yadda saxlayarsan. Amma Sid'i nə kötələyəcəm. Ömrü boyu yadından çıxmaz. Tom fit çala-çala yola düzəldi. Birdən qarşısında özündən azca böyük tanımadığı bir oğlan gördü. Oğlan çox yaxşı geyinmişdi. İşə bir bax, adı gündən o yaxşı geyinmişdi. Onun paltar təptəzə idi. Tom bu şıq geyinmiş oğlanın qarşısında özünü sındırmardı. Ancaq öz yoxsul paltarı ona daha acınaqlı görünürdü. Uşaqların heç biri dinmirdi. Onlar bir müddət bir-birinin gözünün içinə baxdılar. Nəhayət Tom dilləndi. İstəyirsən səni möhkəmcə əzişdirim. Hünərim var, əzişdir. Ancaq bu sən bacaran iş deyil. Dedim əzişdirəm, bil ki, əzişdirəyəm. Əzişdirə bilməzsən. Bilirəm, onlar bir-birlərinə xeyli hərbə zorba gəldilər. Tom dedim, itələmə, yoxsa bu saat payını alarsan. Görərik, burada bəs nəyi gözləyirsən? Yad uşaq cibindən 2 qara pul çıxarıb istehza ilə Toma uzatdı. Ay yazıq, bəlkə açsan, sənə pul lazımdır. Tom yumruqla onun əlindən vurub pulları yerə saldı. Elə o saatca uşaqlar pişik kimi bir-birlərinin sarıldılar, torpağın içində eşələnməyə başladılar. Onlar bir-birinin saçını yolur, paltarlarını cırır, üz-gözünü cırmaqlayırdılar. Getdikcə Tom yad oğlana üstün gəlirdi. Axırda onu altına alıb üstündə oturdu, dedi. Üzr istə. Oğlansa dartının bir təhər Tomun əlindən çıxmaq istəyirdi. O, ağrının şiddətindən deyil, acığından ağlayırdı. Nəhayət yad oğlan Tomdan üzr istədi. Tom onu buraxıb dedi. Bu sənə dərs olsun. Bundan sonra bil ki, kimə əl qaldırırsan. Oğlan üstünə çırpıb Tomdan bir az uzaqlaşdı. Onun bədəlidir. Tom isə gülüb üzünü yana çevirdi. O dəqiqə yad uşaq yerdən bir daş götürdü. Düz Tomun kürəyinin arasını ilişdirib bir anın içində gözdən itdi. Tom oğlanı evlərinə qədər qovdu. O bir müddət oğlanın girdiyi evin yanında keşik çəkdi. Düşmənini döyüşə çağırdı. Amma yad oğlan ağız burnunu əyə-əyə pəncərədən ona acıq verdi. Evdən bayıra çıxmadı. Nəhayət düşmənin anası göründü.
O Tomu yaramaz və tərbiyəsiz küçə uşağı adlandırırdı. Əmr elədi ki, Tom olub getsin. Tom evlərinə çox gec qayıtdı. Yavaşca pəncərədən içəri sürüşdü. Amma Poli xala onu güldürdü. O, Tomun ən kökdə olduğunu görəndə hirsləndi. Dedi ki, şənbə günü Tom cəzalandırmaq ağır bir iş görməli olacaq.